Genetika ilə oynayırıq, eləmi? Ümumiyyətlə, bu aşırı dərəcədə oynanılır genetikanı. Genetika oynamaq. Mübarək bəy, dünyanın əksər ölkəsində artıq bu tendensiya var, nəinki Azərbaycanda. Var, amma ki, burada artıq silsiləyə bölünür. İmkanlı şəxslər rahat qidalanmağa üstünlük verir. Az və yüksək keyfiyyətli yazıq imkansızların halına. Onlar isə, onsuz da marketdən ən çox koladır, qazlı içkilər. Qazlı içkilər və asitli içkilər, çörək, o şokoladlar filan ən çox tükətən kasıblardır. Ki, mən bunu xoşlayıram, xoşuma gəlir. Deməli, həssas nöqtəmiz uşaqlar və yaşlılardır. Çünki bunlar, ikisi də istəyini biz veririk. Və bu, amma düzdür, bizdə də uşaqlar şeyi xoşlayır, nədir, makaron. Amma biz ən çox özümüz ərişdə kəsib gətiririk, ocaqda hazırlayırıq. Yəni 10 kilo, 15 kilo onu işlədirik. Dediniz, baxın, biz bunu paylaşacağıq və görəcəklər ki, siz dediniz ki, marketdən almıram, bəli. Reklam etmədən, yedin demədən, hara gedəyim, yəni mümkün qədər hardan nə alaq? Mən təşvik edirəm ki, ümumiyyətlə istifadə prosesində az yeyək, keyfiyyətli yeyək. Yəni ki, İslamda da bir şey var, elmdə də bu təsdiq olunur ki, 3də 1 yemək, 3də 1 su, 3də 1 hava. Mən ümumiyyətlə doymadan qalxmaq üstünlük verirəm. Və istifadə edirsən, yağ bunu keyfiyyətli yağ olsun, amma az olsun istifadə elə. Onsuz da biz onun bədənimiz lazımı qədərini qəbul edib, qalanı isə xaric edəcəkdir. Bizə lazım olan kalori və enerji dəyər qədər var, o qədər. Məsələ buradadır ki, marketdən almayın deməkdə olmur ki, birinə qonaq gedirsən, deyirsən ki, bir konfet alın. Bundan əvvəl necə idi? Birinə qonaq gedəndə balon kompot aparırdı, bilmirəm sizdə elə idi yoxsa. Ən yaxşı şokolatı sevərəm, onun üstünü oxuyaram, kakao yağı ilə hazırlanmışdırsa alıram. Əgər kakao yağı vurulmuysa içərisinə, almıram. Yəni, başqa yağ vurulubsa. Elə alışdırmışıq.